Hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü vessena'u lillahi rabbil alamin. Vessalatu vesselamu ala Muhammedin ve alihi tayyibin tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. واللعنة الدائمة على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أما بعد قال الله تعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون صدق الله العلي العظيم ve sadaka ve bellaga rasuluhu nebiyyun kerim. Peygamber ve ali peygambere salavat hediyeler. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugünkü mövzumuz inşallah olacaq sükut və kəlamdan və onların yerləri barəsində, fayda və zərərləri barəsində. Bəli, insan üçün ən gözəl xüsusiyyətlərdən biri, ən gərəkli xüsusiyyətlərdən biri danışmaq lazım olanda danışıb, susmaq lazım olanda susmağı bacarmalıdır. Məsələn, Quran-ı Kərimdə Allah-u Teala Müminun surəsinin əvvəlinci ayələrində buyurur ki, həqiqətən möminlər nicat tapdılar. O möminlər üçün, o kəslər üçün onlar namazlarında xuşu taparlar. Yəni Allaha sidq ürəklə, qəlblə bağlı şəkildə Allahın huzurunda o namazın bir növ desək, əhval-ruhiyyəsini saxlayaraq namaz kimi Allahdan qorxaraq ona ibadət eləyərlər. Ardıca buyurur ki, və onlar ləğvdən, boş sözlərdən eraz eləyərlər, üz döndərərlər. Möminin ən ümdə xüsusiyyətlərindən biri boş kəlamdan, faydasız sözlərdən, faydasız zarafatlardan və ona fayda verməyən hər bir sözdən uzaq qalmağıdır. Möminin surəsində Allah-u Teala namazdakı xuşudan sonra möminləri boş sözlərdən uzaq olmaqlarınla mədh eləyir. O kəslər ki, onlar ləğvdən وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ eraz eləyərlər, üz döndərərlər. Onların danışdıqları hikmət olar, onların kəlamları insanlar üçün rüşd, örnək olar və illa elə kim harda necə gəldi danışsın, boş, bihudə sözlərlə fərq etməz ki, insan susana qədər savab üzərindədir. Elə ki, danışdı artıq ya doğrunu danışacaq, ya xətanı danışacaq. Nə qədər susmusan, danışmaqdan günah eləmirsən. Bir nəfər gəldi İmam Səccad əleyhissalamın yanına. Dedi ki, ağa, kəlam xeyirlidir, yoxsa sükut? Danışmaq yaxşıdır, yoxsa sakit durmaq yaxşıdır? Həzrət buyurdu ki, əgər bu ikisinin zərərindən amanda qala bilsən, danışmaq susmaqdan yaxşıdır. Yəni, danışmağın faydası da var, zərəri də ola bilər. Susmağın faydası da ola bilər, zərəri də ola bilər. Mömin insan gərək yerinə görə danışmağı, danışanda necə danışmalı olduğunu, yerinə görə susmağı, susanda necə susmalı olduğunu təyin eləyə bilsin. İmamdan soruşulanda ki, danışmaq əfsəldir yoxsa susmaq? Bir də əgər xətalarından qorunacaqsansa, danışmaq susmaqdan yaxşıdır. Səbəb, niyə danışmaq susmaqdan yaxşıdır? Həzrət buyurur ki, Allah-u Teala bu qədər peyğəmbərləri susmaq üçün göndərməyib. Bu qədər Allah vəhiy göndərib, imam göndərib, salih bəndələr, şəriət, qaydalar, qanunlar. Bunu gətirən peyğəmbər ilə sussaydı bu cəmaət nə biləcəkdi ki, Allahın bunlardan istəyi nədir, əmri qadağası nədir? İmam Səccad əleyhissalam buyurdu ki, İzzət və cəlal sahibi olan Allah ma ba'səl ənbiya vəl avsiya bis-sukut. Peyğəmbərlərini göndərəndə sükutla göndərmədi ki, gedin bu qövmlərin içərisində sakit oturun. Əksinə, Həzrət buyurur ki, Rəsul-i Əkrəm, Allah hər qövmə peyğəmbər göndərəndə o peyğəmbərə onların dilində, onları anlayacaq şəkildə, o peyğəmbəri başa düşəcəkləri şəkildə onlarla danışmağı əmr eləyir.
Ki Allahın əmr və qadağalarında bununla başqa necə otura bilər ki? Zehindən zehinə, qəlbdən qəlbə keçirməyəcək ki, vəhy ilə olasıydısa Allah bir peyğəmbərə göndərib cəmaata yayına qədər hərənin öz beyninə, qəlbinə salardı da bu şey. Buyurur ki, Allah hər bir peyğəmbəri göndərəndə o peyğəmbərə vəzifə qoyub ki, qövmünlə onların başa düşə biləcəyi dildə danışacaqsan. Peyğəmbərin hədislərinə baxın, Peyğəmbərin dəvətinə baxın. Elə bil ki, ən avam adama nəyisə öyrədən kimi sözlərlə Peyğəmbər cəmaatı başa salır. Amma bir də gəlin Nəhcül Bəlağaya baxın, bir də gəlin Əhl-i Beyt imamlarının bəzi xütbələrinə baxın. Orada görürsən ki, artıq burada fərqli bəlağət, fərqli elmi müstəva gedir. Niyə? Bütün Peyğəmbər gələndə cəmiyyət ona hazır deyildi. Peyğəmbər bunları asan dillə, hələ qəlblərinin qəsavətini qırmalı idi. Bunların o qəlblərini əkin üçün, elmi əkmək üçün hazır hala gətirməli idi. Ondan sonra onun vəsiləri, o hikməti, bəlağəti, fəsahəti və s. və ilaxır cəmaata aşkar eləyəcəkdilər. Hər bir halda İmam Səccad əleyhissalam buyurur ki, Allah bu qədər peyğəmbərləri, övsiyaları sükutla göndərməyib ki, gedin öz cəmaatımızın içərisində sakit oturun. İnnəmə bə'ətəhum bil kəlam. Onları kəlamla göndərib. Yəni gedəcəksiniz, bu cəmaatla məşğul olacaqsınız, danışacaqsınız onlarla. Və ləstu hiqqətil cənnə bis sukut. Susmaqla cənnət qazanılmaz. Və la istubcibət vilayətullah bis sukut. Allahın vilayətinə sakit durmaqla yetişmək olmaz. Və la tuvuqqiyyətin naru bis sukut. Cəhənnəm odundan sakit durmaqla amanda qalmaq olmaz. Sən Allahın kəlamlarını insanlara çatdırmalısan, haqqı insanlara çatdırmalısan, cəmaata əmr biməruf eləməlisən, nəhyəz münkər eləməlisən. Amma bütün bunların hamısı yerində, qədərində, tərzində, düzgün tərzdə olanda dəyərlidir. Yox, sən elə danışmaqla cəmaatı şəkkə salacaqsansa, danışmaqla cəmaatı azdıracaqsansa, danışmaqla cəmaatın qanına, malına bais olacaqsansa, danışmaqla insanları xətərə salacaqsansa, onda sakit dur. Əhli olmadığın bir şeyə baş qoşma. Həzrət buyurur ki, bütün cənnət qazanmaq üçün kəlam lazımdır. Cəhənnəmdən amanda qalmaq üçün kəlam lazımdır. Sükut burada keçmir. Və s. və ilaxır. İmam əleyhissalam buyurur ki, mən heç bir zaman günəşlə ayı bir yerdə, bir ölçüdə tutmaram. İnsan sükutun fəzilətini danışmaq üçün belə kəlama möhtacdır. Yəni sən susmağın gözəl bir şey olduğunu cəmaata çatdırmaq üçün danışmalısan. Ay cəmaat, sakit durmaq yaxşı şeydir. Amma nə vaxt? Bunlar hamısı nə vaxt fayda verir? Nə vaxt savaba malik olur? O vaxt ki, sən bunların afatından imam buyurur ki, amanda qaldığını biləsən. O vaxtı sənin danışmaq yeridirsə, danışmağının savabı var. Susmaq yeridirsə, susmağının savabı var. Amma yox, yerində olmadığı tərdə, danışmaq lazım olduğu yerdə susdunsa, günah qazanırsan. Susmaq lazım olduğu yerdə danışdınsa, günah qazanırsan. Bunu təyin eləmək öz-özlüyündə asan bir şey deyil. Hələ danışmalı olduğun yerdə doğru danışmaq özü ayrı bir məsuliyyətdir. Bu baxımdan möminlərin Müminun surəsində ən önəmli vəsiflərindən, mədihlərindən biri odur ki, boş işlərdən uzaq qaçarlar, boş kəlamdan uzaq durarlar, mənasız işlərdən, mənasız sözlərdən uzaq durarlar ki, Əhl-i Beyt əleyhimussalamın kəlamlarında bu şey bir növ desək insanların diqqətinə çatdırılıb. Həzrət buyurur ki, Əmir-əl-Müminin əleyhissalam la hafizə əhfəzu minəs-səmd. Sükutdan gözəl hafiz, hafiz yəni qoruyan. Sükutdan gözəl mühafizəsi yoxdur. Nə qədər sakitsən, heç kimin səndən işi olmayacaq. Heç kimə də bir xətərin yetməyəcək. Ki insan deyir dilinin altında gizlənib də. Həzrət buyurur ki, İmam Cəfər Sadiq əleyhissalam hər səhər açılanda bədən əzaları, dil bədən əzalarına xitab eləyər. Keyfə əsbəhtum, səhəri necə açmısınız? Necəsiz? Onlar da deyərlər ki, əgər sən sakit dursan, yaxşıyıq. Halımız yaxşıdır ta sən işə düşənə qədər. And verərlər dilə ki, özünü saxla, qoru ta biz xətərə düşməyək. Nə qədər ki insan, bir növ desək, sakit durub, heybətindən bir şey sınmır, hörmətindən bir şey əskilmir, danışıb özünü xətaya salmır. İnsan var ki, bildi bilmədi hər mövzudan danışır. Dindən danışırsan orada özü üçün yer görür.
Nə bilim, siyasətdən söhbət düşür, orada danışır. İdmandan söhbət düşür, orada danışır. Texnologiyadan söhbət düşür. Və bilirsən də ki, əhli deyil ha. İndi elə bir zamandır ki, texnologiya əsridir, informasiya əsridir. Hamının hər şeydən biraz xəbəri var. Amma hamı hər şeyin mütəxəssisi ki, olmaz ki. Bəzi insanlar var ki, bu cürdür. Hər şey şünas deyilən adamlar. Nədən danışırsan, mütəxəssis kimi danışır. Və bu cür şeylər, bu cür danışıqlar insanın heybətini sındıran danışıqlardır. İnsanın ciddiyyətini aradan aparan, insanların gözündən onu salan danışıqdır. Məxsusən də cahil kütlə, məxsusən də Allahın dini olanda. İndi insanlar var ki, ömrü boyu din onların maraq dairəsində olmuyor. Ömrü boyu dini əhkamları, şəriətin hökmləri bu insanlar üçün əhəmiyyətli olmuyor. İndi Allah bir səbəb salıb, bir Ramazan oruç tutur, nə bilim, bir ziyarətə gedir, nəysə də indi nəysə bir şey, illərlə namaz qılan, ibadət eləyən, bilən insanları elə mühakimə eləyir, elə ittiham eləyir. Bu qədər ki, ixtilaflar, bu qədər ki, nə bilim, müşküllər, çətinliklər var. Bunların qaynağı hardan qaynaqlanır? Bilməyən adamların danışmağından. Boş insanların dolu kimi danışmağından ki, əgər cahillər sussaydı, ixtilaf olmaz. Bu baxımdan insan üçün həyatda ən əhəmiyyətli şeylərdən biri danışığını və sükutunu tənzimləyə bilməyidir. Danışmaq vacib olan yerdə, danışmaq lazım olan tərzdə, danışmaq, susmaq da lazım olduğu yerdə, susmaq lazım olduğu tərzdə susmaq. Elə məclisi var ki, orada ayə, hədis deməyi insan o məclisə rəva bilmir ki, bu ayəyə hörmətsizlikdir, bu hədisə yəni orada sakit durmaq savab olduğu təqdirdə. Şimdi Quran ayəsinin cəmaata demək savabdır da, hədis cəmaata demək savabdır da. Amma Həzrət ki buyurur, hikməti əhlindən əsirgəmə, əhli olmayana da vermə. Əhlindən əsirgəmə zülm eləmiş olarsan onlara. O insanlar ki, sözün, hikmətin, elmin əhlidirlər, onlardan onu əsirgəmə ki, onlara zülm eləmiş olarsan. Öyrənməli olduqları şeyi onlardan məhrum eləyərsən. O adamlarda ki, onun əhli deyil, ayə də olsa, hədis də olsa, hikməti əhli olmayana vermə ki, orada da hikmətə zülm eləmiş olarsan. Yəni, anlamaz adama, məsxərə eləyəcək adama və yaxud qulaq asmayan, öz kefində olan insanlara Quran ayəsini demək, hədisi demək, bu hikmətə ehtiramsızlıq sayılır. Bu baxımdan insan həyatında tənzimləməlidir. Məxsusən də dilin mürtəkib olduğu günahlar həddindən ziyadə çoxdur. Yalan dildən qaynaqlanır. Nə qədər beynində o yalanın planını cızırsan, sənin əməlnamə yalan günahı yazılmır. Amma elə ki, onu dilə gətirdin, danışdın, sənin əməlnaməndə bir dənə kizbi, yalan günah kimi yazılır. Nə qədər ki, qeybəti beynində planlaşdırırsan, sənin əməlnamə və qeybət günahı yazılmır. Bəli, sənin içivi xarab eləyir o. O ab-havada qaldıqca bir qeybətə də gedəcəksən, yalanı da. Amma nə qədər ki, o daxilindəkini aşkara çıxarmamısan, əməli yerinə yetirməmisən, sənin əməlnaməndə bu günah yazılmır. Amma elə ki, o qeybəti dilə gətirdin ki, məsələn, dedin, sənin əməlnaməndə qeybət yazılır. Böhtanı nə qədər fikirləşmirsən, yazılmır. Amma o böhtanı dilə gətirib cəmaata deyəndə sənin əməlnamədə böhtan yazılır. Bu baxımdan dilin edə biləcəyi günahlar az deyil. Bunlar həm insanın özünün heybətini sındırıb aradan aparacaq günahlar var, həm də cəmiyyəti, cəmaatı bir-birinə vuracaq şeylər var. Elə insan var ki, elə düzür, qoşur, 5 dəqiqəyə 2 dəstəni elə bir-birinə vurur, elə aləmi qatıb qarışdırır, bir ailəyə fitnə salır. İnsan heyrətdə qalır ki, bu başı xeyrə işlətsəydi, savab qazanardı Allah dərgahında. Necə bu qədər incəliklərlə. Bu baxımdan Həzrət buyurur ki, insanın canını, malını, həyasını qorumağın ən gözəl şeylərindən biri, mühafizəçilərindən biri sakit durmaq. Sakit durduğun müddətdə heç kimin səndən şey olmayacaq. İlla ki, zalimin zalimi ola, onun üçün danışmaqla sakit durmağın önəmi yoxdur, da bu ayrıdır. Amma elə ki, danışmağa başladın, birinin qeybətini elədin, bu qeybət elədiyi və özünə düşmən qazanırsan.
Elə ki, yalan danışdın, heybətini sındırırsan. Sabah doğru da danışanda başqaları sənə inanır. Elə ki, birinə böhtan atdın, artıq günah qazanırsan, insanların gözündə ehtiramdan düşürsən, cəmiyyəti bir-birinə vurursan, insanların bir-birinə qarşı qəlbində kin-küdurət yaradırsan və sair və ilaxır. Danışmaq lazım olan yerdə danışmaq, susmaq lazım olan yerdə də susmaq insanın tənzimləməli olduğu şeylərdən biridir. Həzrət Əmir əl-Müminin əleyhissalam bir yerdən keçirdi, gördü bir dəstə insan boş-boş məsxərə, zarafat, bu cür sözlər danışır. Həzrət buyurdu ki, ey filan, bilin ki, danışdığınız hər şeylə, hər sözlə siz əməllərinizi yazan o iki mələyə imla yazdırırsınız. Allaha gedəcək kitab yazdırırsınız. İmla bilirsiniz də nədir? Biri deyir, o birisi də yazır. Danışdığın hər bir söz sənin imlandır. O iki dənə mələklərə yazdırırsan. Əmir əl-Müminin əleyhissalam buyurur ki, danışdığınız hər şeylə Allaha gedəcək bir kitab yazdırırsınız. Baxın, görün nə yazdırıb göndərirsiniz ora. İnnəkə tumli alə hafizikə kitaben ilə Rabbik fətəkəlləm bima ya'nik və də'mə la ya'nik. Ona görə də sənə fayda olan sözləri danış, sənə faydası olmayan sözlərdən əl çək. Oturmusan boşu-boşuna. Havadan, sudan da danışsan, bu sənin üçün bir savab yazdırmır. Əksinə, nəfəs tükədirsən boş-boşuna. Amma zikr eləmiş olsan, Allah dərgahında sənə savab yazılır. Həzrət buyurur ki, danışdığın hər bir söz imla olunur, kitab kimi Allahın dərgahına qaldırılır. Sənə fayda olan sözü danış, sənə faydası olmayan heç bir sözü danışma. Bu baxımdan gərək məxsusən də möminlər boş-boş zarafatlardan, bəli, elə bir şey ola bilər ki, danışılması günah deyil. Elə bir şey ola bilər ki, dilə gətirilməsi ayıb deyil. Amma hər bir halda bir bax gör, bu danışdığın söz sənin üçün Allah dərgahında bir savaba bais olur, yoxsa yox. Saatlarla otur çayxanada, çıxanda bir hədis, bir ayə, bir hikmətli bir şey eşitmədən çıxırsansa, bunun nə mənası var? Ömrü tələf eləmisən. Danışdığın hər bir şey, o mələklər boş-boş, zarafat kimi, nədirsə indi o vaxt necə keçibsə, onu yazacaq, göndərəcək Allahın dərgahına. Ona görə Həzrət buyurur ki, sənə faydalı olan şeylərdən fərq etməz. Çayxanada oturmusan, bir hədis danış, bir şəriət hökmü, bir Quran ayəsi, bir şəri məsələlər. Bax, cümələr ki, indi iştirak elədiyimiz vaxtlarda da sual, deyir kimin sualı var. Özünüz görürsünüz ki, bu uzun zamandır ki, elə dəyişmədən, yəni bir növ desək, sanki məcbur eləyib sual alırıq sizdən ki, amma bilirik ki, bilmədiyimiz şəriət məsələləri çoxdur da. Vaqəən çoxdur da. İnsanlar var ki, burada sual vermir, bayıra çıxanda yaxınlaşır ki, bir dənə sual soruşun. O sualı ver, bəlkə elə burada kiminsə də bilmədiyi şeydir, qoy o da öyrənsin də. Peyğəmbərin zamanında Əmir əl-Müminin buyurur ki, elə bir şey olmadı ki, o barədə Peyğəmbərdən soruşmuyor. İnsanlar da var idi ki, oturub gözləyirdilər ki, gəlib bir sual verən olsaydı nəsə öyrənərdi. Və bu insan soruşmasa, öyrənməsə, bu dinini necə öyrənəcək? 10 il, 15 il cahilanə, nə əqidəsi salamat olmadan, nə şəriət əhkamlarını dəqiq bilmədən, bir yerə can Allahın rəhməti ilə gəlir, bir yerdən sonra bir çıxır qabağına bir şək şübhə atır, dönür əqidəsindən, ondan, bundan, əlhəmdülillah hidayət olmuşam. Sən 10 il nə öyrəndin, sən 10 il nə oxudun, dinivə necə bələd oldun, dininlə nə maraqlandın ki, indi də özünə hidayət olmuş, ya zəlalət olmuş sayasın. Bu baxımdan əzizlər, bu fürsətdir. Cümələrin mahiyyəti budur. Bir şey mahiyyətini itirəndən sonra ona maraq da qalmır, həvəs də qalmır. Yəni mahiyyəti olmayanlar, faydasını əgər bir şey yerini təsəvvür eləsən, duzlu suyu nə qədər içirsən iç, susuzluğu aparacaq? Yox. Nə qədər içsən bətnini doldurursan da heç bir faydası olmayacaq. Bir şey öz faydasını, əhəmiyyətini, mahiyyətini itirəndən sonra artıq o heybətdən düşür, maraqdan düşür, həvəsdən düşür. Bu baxımdan istər məscid olsun. Burada sükut eləməyin. Burada sualınız var, soruşun. Yoxdursa da gedin, maraqlanın, axtarın, araşdırın. Nə gözəl olar ki, elə bir qəliz sualı olsun ki, biz də bilməyək, gedək araşdırma məcburiyyətində qalaq. Gedək biz də əlavə bir nəsə öyrənək. Çünki cəmiyyət birlikdə inkişaf eləyir, birlikdə tənəzzül eləyir. Bu cəmaət nə qədər elə şablon suallar üzərində getsə, qardaş, biz də köklənəcəyik ona da. Mən bilirəm ki, burada mənə kimsə fövqəladə bir sual verən olmayacaq. Bir yerdən sonra oxuduqların da yaddan çıxır, vaqəən də çıxır yaddan.
ki, bəhs eləməyə bir adam olmayandan sonra, təşkilatlanmağa yəni bir yerdə istifadə eləmədinsə, o insanın yadından çıxır da. Dildir, öyrənirsən birlə 1 ay, 2 ay, 3 ay danışma, bir müddətdən sonra adamın yadından çıxır. Bəzi kəlmələri yada sala bilmirsən. Belə olduğu təqdirdə bilənlərin tənəzzülü başlayır. Amma cəmiyyət tələbkar olanda, elm tələb eləyəndə, sual soruşanda, maraqlananda, onların elmi səviyyəsi qalxanda məcbur eləyir tələbəni də ki, o öz səviyyəsini qaldırsın, elmini artırsın, daha ətraflı mütaliəsini çoxalsın, marağını çoxalsın. Bu baxımdan həmin o sükutla danışmağın əhəmiyyətli olduğu yerlərin içərisində məscidi xütbə zamanında sükutun savabı var. Amma sual-cavab zamanında, elm öyrənmə zamanında sükutun yeri deyil. Orada insanlar gərək bilmədiklərini soruşa, öyrənə ki, dini cəhalət yayılmayan insanlar arasında. Salavat seçilə Peyğəmbər və Ali Peyğəmbərə. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah-u Müteal Quran-ı Kərimdə İsra surəsində buyurur: "Qul li ibadi yaqulullati hiya ihsan." Bəndələrimə denən ki, gözəl sözlər danışsınlar. Bu danışdığın hər bir kəlmə sənin ağzından çıxan hər bir söz Allah dərgahında qeyd olunur. Ona görə danışdığın sözləri gözəlləşdir. Fərq etməz insanlarla ünsiyyətdə gözəl davran. Fərq etməz tək tənha olanda danışığı gözəlləşdir. Allahın zikrinə özü. Çünki insan o sahib olduğu enerjini nəyəsə sərf eləməlidir. Sən əgər bunu xeyrə sərf eləməsən, şərrə sərf eləyəcəksən. Fərq etməz. İnsan gün ərzində danışmalı olduğu miqdar var da. Sən bunu danışmalısan. Sən bunu əgər xeyrə danışmasan, şərrə danışacaqsan. Hər bir halda Allah-u Müteal buyurur ki, mənim bəndələrimə denən ki, danışanda gözəl sözlər danışsınlar. Həm cəmiyyətə fayda vermək baxımından, həm də danışığın hər bir şey mənim huzuruma gəlir. Biri küçədə gedəndə, yan görəsində bir ağsaqqal olanda, bir xanım olanda biədəb söz deməkdən həya eləyir. Hara var ki, orada Allah yoxdur? Hara var ki, orada Allah-u Mütealın rəhməti, elmi, nəzəri orada yoxdur? İmam Cəfər Sadiq əleyhissalamdan bu hədisi demişik. Bunu çox təkrar demişik və bundan sonra da çox təkrar deyəcəyik. Çünki deyiləsi və yadda saxlanılması hədisdə Həzrət buyurur ki, Allahdan elə qorx ki, sanki onu görürsən. Sanki Allahı görürsənmiş kimi ondan qorx. Bil ki, əgər onu gördüyünü düşünsən, kafir olmuşsan. Allahı görmək mümkün deyil ki. Amma elə qorx ki, onu görmüsən. Yəni, özünü onun huzurunda bil. Buyurur ki, Allahdan elə qorx ki, sanki onu görürsən. Əgər onu görəcəyini, gördüyünü düşünmüş olsan, bil ki, kafirsin. Bu, Allaha cisim bisməkdir, mücəssəmə bir şeydir, olmaz. Əgər onun səni görmədiyini düşünürsən, səninki görməyin müşküldür. Əgər onun sənin görmədiyini düşünsən, yenə kafir olmuşsan. Onun səni gördüyü söz buradadır. Onun səni gördüyünü bildiyin halda. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Onun səni gördüyünü bildiyin halda başqalarının yanında etməkdən utandığın əməlləri o görə edirsənsə, Allahı səni nəzər salanların ən aşağısı qərar verirsən. Yəni, ağsaqqaldan ayıb olmasın, söyüş söyməyən adam bir yerdə söyüş söyürsə ki, elə bir yer yoxdur, Allah orada olmamış olsun. O deməkdir ki, o Allahı bir ağsaqqaldan ehtiramsız qərar verir. Və yaxud uşaq yanında bir söz ki, deyiləsi deyil, insan həya eləyir. Yəni, nə bilim, bir qadın var deyənə bir sözü deməkdən həya eləyir. Bir mömin var deyənə bir sözü deməkdən həya eləyir. Amma Allah-u Mütealın huzurunda söz olaraq, əməl olaraq onun qadağan elədiyi bir şeyi insan yerinə yetirirsə, bu zaman Allahı həmin o ətrafdakılardan daha aşağı qərar verir. Həzrət buyurur, Allahı sənə nəzər salanların ən aşağısı qərar vermirsən. Bu baxımdan ona görə yox ki, ətrafda kimsə ağsaqqal var, hörmətsizlik olmasın, qadın var, uşaq var, hörmətsizlik olmasın. Həzrət buyurur, mənim bəndələrimə denən ki, gözəl danışsınlar. Bu əxlaqi dəyərlər öz yerində. Amma ağsaqqaldan, qadından, uşaqdan qabaq Əli əleyhissalam buyurur, sənin danışdığın hər söz Allaha göndərdiyin əməlnamədir, kitabdır.
2 dənə mələk sənin danışdığın hər sözü yazır. Allahın huzuruna sən kitab göndərirsən. Bax gör ora nə göndərirsən. Sənə faydalı olanları danış, faydasız olanları danışma. Bu baxımdan insan danışanda da gərək diqqətli ola. Nə danışırsan? Bildiyin şeyi danışasan, faydalı sözü danışasan, məxsusən din adına. Məxsusən din adına. İndi dünyada bir şeyi səhv danışarsan, öz heybətini sındırarsan, özün bilərsən. Abır sənin, həya sənin, cəmaatla necə davranırsan özün bilərsən. Allaha cavabını verəcəksən. Ya nə bilim, biri indi deyək, oturub texnologiyadan bilmədiyi şeyləri danışır. Özün bilərsən, öz heybətini sındıracaqsan. Biri filosofun yanında bilmədiyi halda fəlsəfədən danışsın. Biri nə bilim, fizikin yanında bilmədiyi halda fizikadan danışsın. Öz heybətini sındırır. Amma Allahın dinindən bilməyərəkdən insan danışanda, bu insanın axirətini, aqibətini zay eləyər. Məxsusən də dini məarifin zəif olduğu bir zamanda və məxsusən də şəkkin, şübhənin, hilənin, zəlalətin və bunu bilmirəm nətər deyim ki, bir mənada şəxsiyyətsizliyin nüfuz elədiyi bir zamanda, din təbliğatında. İnsan var ki, bir şeyə etiqad bəsləyir, onu deyir, səhv deyir. Amma bunun doğruluğuna etiqad bəsləyib. Fikrini qəbul eləməzsən, nə bilim, sözünü inkar eləyərsən. Amma bilirsən ki, bu insanın məqsədi dinə zərər vurmaq deyil. Bu indi oturub, bu nəticəyə gəlib, belə bilib, belə anlayıb. İnsanlar da var ki, dediyi sözlərin yalan olduğunu özləri də bilir. Özü də bilir ki, bu dediyi söz yalan sözdür. Və yaxud bu sözün barəsində hələ bu araşdırma aparmalıdır. Özü o sözün əhli deyil. Qulaqdan qulağa eşitdiyindən, özündən daha savadlı bildiyi birindən eşitdiyindən, ya nə bilim də, indi müxtəlif yollarla. Özü bilir ki, bilmir. Amma buna rəğmən din adına bilmədiyi şeyləri danışırlar. İnsanları heyrətdə qoyacaq şeyləri. Məxsusən də mərciiyyət barəsində, üləmamız barəsində. İndi çox var ya bu qəbildən olan dini məarif baxımından deyiləcək sözlər. Amma məxsusən bəzi dəstələr kimi var. Əhl-i-Beyt məarifini əsrlərlə çiyinlərində daşımış alimlərə hörmətsizlik eləyirlər. Avam özünün anlayışı olmadığı bir yerdə çıxıb əsrlərin sütunlarını, o insanlar üçün bunlar din saxlayırlar çiyinlərində. Elmi hovzələr bunların elmiyyətini təsdiq eləyir. Fikrini qəbul eləyən də eləməyən də. Özü qulaqdan qulağa eşitdiyi şeylərlə. Yəni, vaqiən and içmək olar ki, bu insanların bəziləri, ixtilaflı olan məsələlərin bəzilərinin o məhəllin niza deyilən şeyi nədir, onu hələ dərk eləməyib. Yəni, bilməyib söhbət, bilir ki, 2 nəfərin arasında çəkişmə var, ixtilaf var. Bilir ki, bu hansı tərəfə meyl eləyir. Amma bu ixtilaf nədən qaynaqlanır? Onun sözü nədir, bunun sözü nədir, bu çəkişmədə kim düzdür, bunlara agah deyil. Belə olduğu təqdirdə başlayır ki, məsələn, alimlərin barəsində müxtəlif onların heybətini sındıracaq, insanların qəlbində onlara qarşı şübhəsi yaradacaq. Məxsusən də təqlid məsələlərində. Yəni, sən cılız bir tələbə olaraq, sən harada gəldin, nə ilə təsdiqlədin ki, bu toplumun sənə qulaq asmağı üçün nə vaxt onları inandırdın ki, ay cəmaat, siz mənə inanmalısınız. Sən özün alim kimi bir nə vaxt ortalığa çıxdın ki, alim bilinən insanlar üçün hələ bir irad da bildirəsən. Vallah, billah, təllah, onların böyük əksəriyyətinin bu məsələlərin akademik səviyyədə gedən halından xəbərləri yoxdur. Demirəm, mənim xəbərim var. Mənim də müəyyən məsələlərdən xəbərim yoxdur. Amma nədə ki, xəbərimiz yoxdur, orada sakitdir da, nə məzmundur. Vacibdir sən durub özünü burada müstəhi kimi tanıtdırasan. Heç burada onu tələb eləyən var. Vacib də deyil ki. Ən böyük bəlalardan biri insanın sərhəddini, çapını bilməməyidir. Ən təhlükəli insanlar da həyatda sərhəddini, çapını bilməyən insanlardır. Quran-Kərimə baxın, Allah nə qədər yerdə deyir ki, sərhədləri önə çəkir. Bunlar Allahın həddləridir. Bunlar Allahın sərhədləridir, aşmayın. Ən pis insanlar, ən şər insanlar həyatda sərhəd fərq etməz hansı sahədə olur olsun. Sərhəd bilməyən insanlardır. Hədd bilməyən insan. Həm öz həddini bilməyən, bilmir bunun çapı nədir, çərçivəsi nədir. Həm qarşısındakının, ətrafda olan şeylərin, bu həddləri, bu sərhədləri bilməyən insanlar həyatda ən pis və ən şər adamlardır, ən qorxulu insanlar. Bunların əlindən hər bir şey gələr. Bu baxımdan insan gərək dilini, din mövzusunda danışanda
dilini, beynini, zehnini, elmini 50 dəfə ələkdən keçirmiş olsun. Danışdığın hər bir söz Allahın peyğəmbərin sözü. Yəni sən ki deyirsən ha, ey insanlar, dinimizdə namaz vacibdir. O deməkdir ki, Allah peyğəmbər bunu belə buyurur. Əgər yalan olmuş olsa, vay halı var ki, peyğəmbər bir yerdən sonra çıxdı dedi ki, artıq mənim adıma yalan danışanlar çoxalıb. Bilin ki, hər kim mənim adıma yalan danışsa, cəhənnəmdə öz yerinə hazır bilsin. Tarix boyu olub peyğəmbərin Allahın adına yalan danışanlar. Amma bir yerdən sonra Allah, peyğəmbər bir növ desək, artıq insanları təhdid eləyir ki, kim mənim adımdan yalan danışsa, cəhənnəmdə yerini hazır bilsin. Bu baxımdan insanın cahil olduğu məsələdə danışdığı hər bir söz Allaha və peyğəmbərə nisbət verilir. Məxsusən din sahəsində insan danışanda diqqətli olmalıdır. Çünki bu insanın axirətini, aqibətini səadət və zəlalətə yetirən bir vasitədir. Əgər sən burada xəta eləmiş olsan, qiyamət günündə öz yükün ayrı bir tərəfə, başqasının da yükünü çiynivə götürmüş olursan. Bu baxımdan insan gərək nə danışdığını, necə danışdığını, nəyin barəsində məlumatlı olduğu şeylərin barəsində danışmalı olduğunu dərk eləsin. Bir dənə salavat istəyirlər, bir dənə də hədis deyim, sözü tamamlayın. Allahümme salli ala Muhammed, ali Muhammed. Həzrət buyurdu ki, İmam Muhammed Baqir əleyhissalam. İmam Muhammed Baqir əleyhissalam buyurdu ki, Həzrət Davud oğlu Süleymana dedi ki, ey oğul, İyyəkə kətrətid-zəhk. Nə barədə çox güləsən. Çox gülmək məxsusən də elə bir dövrə gəlib çıxmışıq ki, insanlar əyləncə ilə iftixar eləyir. Nə bilim, özünüz görürsünüz sosial şəbəkələrdə, televiziyalarda, səhərdən axşama əyləncə, səhərdən axşama məsxərə, zarafat, bihudə ləhv-ləhib şeylər. Bu şeylər artıq insanlar üçün iftixar mənbəyinə çevrilir. Əvvəla İslam şəriətində məsələn oynamaq haramdır. Kişinin şəriətimizdə fərq etməz, qadının da. Qadın üçün bir yer istisna var, deyirlər, onun da bəzi fəqihlər ixtilaf edir. Nəysə, şəriətimizdə oynamaq haramdır. İndi bunun cahili də oynayanda əvvəllər bir ağırlığını saxlayır, bir avırlı hörmətli. Yəni haramı da eləyəndə bir heç olmasa öz çəkisini qoy. İndi təlxəylik, məsxərə belə bir şeylərlə insan oynayır, videosunu qoyur, bununla iftixar eləyir ki, bu gözəl bir iş görür. Cəmaət ki bunu təqdir eləyəcək ki, gör nə gözəl oynayır. Belə şeylər artıq insanların iftixar mənbəyinə dönüşür. Həzrət buyurur ki, oğul, Həzrət Davud əleyhissalam oğlu Süleyman ki, ikisi də Allahın peyğəmbəridir. Əlbət bu sözün bizə yetişmək üçün deyiblər də. Nə barədə çox güləsən. Bu insanın heybətini sındırır. Bir yerdən sonra artıq ciddiyyəti itir adamın. Bəli, güləriz olmaq gözəl şeydir. Mömin gərək güləriz olsun. Mömin gərək bədxah olmasın. Yəni elə insanlar içərisində elə olmasın ki, cəmaət ondan ikrah eləsin ki, bədniyabət gəldi. Yox. Amma bunun qədərini, sərhəddini gərək təyin eləsin. Həzrət buyurur ki, nə barədə çox güləsən. Fə innə kətrətəz-zəhk tətrukul abdə həqirən. Çox gülmək bəndəni həqir eləyər. Həqir yəni alçaldır. Təhqir sözü var, anam bu sözdə. Təhqir yəni alçaltmaq. Həqir yəni alçaq. Çox gülmək insanın heybətini sındırar, onu alçaldar. Ardıca buyurur ki, ya buney əleykə bitulis səmd və özüvə sakit durmağı vacib elə. Yəni bunu özün üçün bir növ desək vərdiş elə. İlla min xeyr. Yalnız xeyirdən başqa. Xeyirdə sakit dayanma. Danışdığın söz haqdırsa, əmr bi məruf üçün, nəhy-əz münkər üçün, Quran ayəsindən, hədisdən, əxlaqi şeylərdən, elmdən, faydalı şeylərdən bilgi saxlama, danış. Amma bundan qeyrilərinə faydası olmayan, xeyri olmayan şeylərdə bir növ desək Həzrət Davud əleyhissalam buyurur ki, sükutu seç. Bunu özün üçün vərdiş bil. Fə innən nədamətə alə tulis səmt və rəvahidə. Sakit durmaq üçün bir dəfə peşman olarsan. Hər hansısa bir hadisə baş verdi, sakit durdu. Bunun bir dənə peşmançılığını çəkənsən ki, niyə sakit yandım? Amma çox güldükcə, çox danışdıqca peşmançılığın nə qədər o əməli yerinə yetirirsən, o qədər təkrarlanacaq. Yəni hər zarafatıva görə peşman olacaqsan. Hər yalanıva görə peşman olacaqsan. Hər qeybətivə görə peşman olacaqsan. Ona görə Həzrət buyurur ki, Həzrət Davud əleyhissalam uzun-uzadı sükutu seçən bir dəfə peşman olar. Amma çoxlu, boş-boş
bihudə söz danışan insan etdiyi, danışdığı hər sözə görə onun peşmançılığını çəkər. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Ma ubidallahu bi şey'in əfzalə minəs-səmd vəl-məşyi ilə beyti." Allaha sükutdan gözəl bir şeylə ibadət olunmuyor. Hansı halda? Ləğv, boş, mənasız. Bu kimi sözlərin müqabilində olan sükut və illa digər xeyrə vəsilə olacaq sözləri danışmaq insan üçün gərəklidir. Yəni iki xeyrin arasında qalsan ki, susmağında da xeyir var, danışmağında da xeyir var. Danışmağı seç. O daha faydalı.